Nadir Qafarzadənin paylaşdığı bu şəkil isə show biznesdə özünü birinci hesab edənlərə deyəsən bir ismi arıcıdır. Keçən həftə Show Plus-da Nadir Qafarzadə, Əli Mirəliyev və Cavanşir Məmmədov qalmaqalı sözün əsl mənasında rezonans doğurdu. Nadir Cavanşiri, Cavanşir isə Nadiri ağır ittiham elədi. Hələ azmış kimi Əli Mirəliyev maral oxudu. Bir dənə qədərin sözü ilə durub filan şey verir. Mən durub ona cavab versəm ona montay. Gəlsin o qoca kişiyə görün, bu güləşə bilər. Maral. Lapala maral. Lapala maral. La belə şey ola, belə mahnı olar. Bunu oxumaqdır la. Maral, eşkine düştüm maral, eşkine düştüm maral. Bizim Bakşaya bir gel, Bakşadan arın olam, dağlarda qarın olam, senin yarın mən olam. Bu dəfə məsələyə söz-söhbətə adahallanan Səməd Səmədov da qoşuldu. Xalq artisti də Cavanşir Məmmədovun tərəfini tutdu. Cavanşir Məmmədov ilk növbədə ağsaqqaldır. Respublikanın əməkdar artistidir. Çox tanınmış, sevilən müğənnidir. Və onun dövlət qarşısında, xalqımızın qarşısında böyük xidmətləri var. Mən şəxsən Nadirin yerinə, Nadirin əvəzinə birbaşa zəng eləyərdim Cavanşirə və bu işi telefonla ya görüşüb həll eləyərdim. Nadir Cavanşirdən üzr istədi və bu işi ancaq barışıqla həll eləmək lazımdır. Maraqlıdır, bir zamanlar itlərini evləndirib quda olan Nadirlə Səmədin arasında soyuq küləklər əsməyib ki? Yox. Mən Nadirlə görüşmürəm. Demək olar ki, görüşmürəm. Çoxdan da görüşmürəm. Səməd Səmədov da plastik əməliyyatlar etdiyinə görə Nadiri qınadı. Mən buna necə baxım? Valla, mən özüm şəxsən necə varam, üzüm qırış-qırışdır. Mənə dəfələrlə deyiblər ki, mən də deməli əməliyyat edeyim. Mən buna çox mənfi baxıram. Yüzündəki çizgilərinin, saçındaki beyazların, İnan mənə dostum, öz yaraşığı var. Qəlbimdəki incilərinin, yaşad olan illərinin, İnan ki, hər yaşın öz gözəlliyi var. Xatırlayırsınızsa, Əli Mirəliyev ötən həftə təkcə Nadirin yox, Səməd Səmədovun da bostanını daşlamışdı. Özü də tək yox, iti ilə birlikdə cavab vermişdi. Özü qoyun iti deyil bu. Bu Səməd işi deyil ha. Bu adamı zırıb dağıdar bu. Səməd o yerə soxuldu. Onun iti hələ özünü oxşayınca. Bu həftə isə Əli Mirəliyevin Səməd Səmədov haqqında dediyi sözləri efir etikasına uyğun şəkildə təqdim edirik. Səməd yaxşı kişidir. Kişilər olmayan yerdə. Səməd yaxşı oxuyan deyil, oxuyanlar olan yerdə. Səməd, Allah onun can sağlığı versin, bir də pul versin, gözü doysun bu aləmdən. Səməd Səmədovun Əlinin onun haqqında dediklərini eşitdikdən sonra isə halı yaman dəyişdi desək yanılmarıq. Əli Mirəliyev. Səməd yaxşı kişidir. Dönən. Kişilər olmayan yerdə. Kişinin sözü bir olar. Bu aləmdən. Sağ ol Əli. Xalq artistini tər bastı, dili söz tutmadı. Səbəb kişi deyil, kişilər olan yerdə. Gelir baxaq. Kadrlara baxıb şoka düşən Səməd Səmədov ustalıqla Əli Mirəliyevin cavabını verdi. Deməli, mən Əli Mirəliyevə bıçağacan acı söz deməmişəm. Bundan sonra da fikrim yoxdur demək, çünki kişinin sözü bir olar. Əli Mirəliyev. Allah onun canı sağ eləsin. Allah onun balaların, nəvələrin xoşbaxt eləsin. Allah özü məsləhət biləndir. Sağ ol Əli. Ancaq belə. Mən istəmərəm ki, yeni sensasiya olsun. Cavanşirlə Nadirdən sonra yeni sensasiya olsun. Ancaq bu. Beləliklə, show biznesin daha bir qalmaqalı Show Plus-da alovlanmaqda davam edir. Bu qalmaqallar ətrafında tərəflər danışdıqca daha maraqlı faktlar ortaya çıxır desək yanılmarıq.
Sponsor Aygün City alış-veriş mərkəzi. Aygün City sakinlərin müasir həyat tərzinin tərkibinə daxil olan hər şeyi özündə birləşdirən bir mərkəzdir. 40 min metrlik əraziyə malik ticarət mərkəzində istədiyiniz hər şeyi tapa bilərsiniz. Özündə bir çox brend mağazaları, aparıcı markaları, 2 mərtəbəli hipermarketi, qadın sağlamlıq kompleksini, uşaqlar və böyüklər üçün əyləncə mərkəzlərini, kafe və restoranları birləşdirən Aygün City sizin rahatlığınızı düşünür. Aygün City'nin yenilikləri bununla bitmir. Burada yeni açılan City Cinema öz fərqliliyi ilə kino izləyicilərini təəccübləndirir. Rahatlıq və yüksək keyfiyyət axtaran hər kəs kinolara yalnız Aygün City'nin yeni açılan Cinema City mərkəzində baxa bilərlər. Cinema City'nin nəzdində olan 7 geniş salda rahatlıqla 3D filmlərinə baxa bilərsiniz. İstirahət günlərini Aygün City'də keçirməkdən əlverişli heç nə ola bilməz. Həm ehtiyacınız olan hər şeyi ən böyük alış-veriş mərkəzində tapacaqsınız, həm də özünüz və balacalarınız üçün nəzərdə tutulan əyləncə imkanlarından yararlanacaqsınız. Bir sözlə, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bu gözəl ticarət mərkəzində alış-veriş etmək imkanını qaçırmayın.